Ey insanlar, diqqətlə dinləyin. Sizə yaradanınız haqqında xəbər verim. Ali İmran surəsi ayə 190. Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində Allahın əzəmətini, kəmalını sübut edən açıq dəlillər vardır. İndi isə gəlin birlikdə müasir texnologiya ilə, elm ilə kainata bir nəzər salaq. Mükəmməl bir nizam və möhtəşəm bir qanun. İndi isə özümüzə düşünək. Axı bu cisimlər özləri ağılsız və cansızdırlar. Bu isə o deməkdir ki, bir saat sisteminin qurucusu ağıl sahibi bir insan olduğu kimi, kainatdakı bu qusursuz sistem də böyük bir ağlın nişanəsidir. İndi isə baxın, Bəqərə surəsi ayə 164. Yer üzündə cins heyvanları yayıb səpələməsi də onun qüdrət nişanələrindəndir. İndi isə fikir verin, hər bir heyvanın yaradılışı məhz həmən heyvanın mühit və şikarına görədir. Hətta dənizin 11 kilometr dərinliyində günəş işığı çatmayan bir məkanda öz yolunu aydınlatan fənər balıqları yaşamaqdadır. İndi isə düşünək, məgər bütün bunlar təsadüfdürmü? Əlbəttə ki, xeyr. Əksinə onların hər biri özünün bir yaradanı olduğunu, hətta onları düşünərək yaratdığını göstərməkdədir. Ey insanlar, və onu da unutmayın ki, sizin də axır dönüşünüz məhz Allahın huzurunadır.